Koreya Xalq Demokratik Respublikası yeni silah sisteminin sınağını keçirib. Taktiki balistik raket və artilleriya sistemlərinin sınağı Cənubi Koreyaya qarşı güc nümayişi kimi xarakterizə edilir. Daha ətraflı Şərqi Asiya ölkələri üzrə xüsusi müxbirimiz Afaq Cəfərova məlumat verir. Şimali Koreyanın Dövlət Xəbər Agentliyinin məlumatına əsasən modernləşdirilmiş 240 mm-lik 24 lüləli yayılım atəşli reaktiv sisteminin, taktiki balistik raketin, xüsusi təyinatlı döyüş başlığının və 155 mm-lik özü yeriyən haubitsa üçün artırılmış mənzilli mərminin döyüş göstəricilərinin sınağı baş tutub. Raket buraxıcı sistemi yeni özü idarə olunan dəqiq istiqamətləndirmə sistemini özündə birləşdirir və onun atəş məsafəsi 90 kilometrə qədər artırılıb. Bu iki Koreya arası sərhəd yaxınlığındakı mövqelərdən Cənubi Koreyanın paytaxtı Seuldakı hədəflərə çatmaq üçün kifayət edir. Döyüş başlığının düşmənin aerodromları, limanları və enerji qurğuları da daxil olmaqla əsas hədəflərə ölümcül zərər vurmaq məqsədi daşıdığı bildirilir. Sınaqları ölkə lideri Kim Çen In yerində müşahidə edib, o nəticələrdən məmnun olduğunu və sınaqların daha böyük avtomatlaşdırma, daha uzun mənzil və daha yüksək dəqiqlik vasitəsilə cənub sərhəddi boyunca atəş gücünün artırılmasında irəliləyiş nümayiş etdirdiyini bildirib. O ölkənin təkcə müdafiə deyil, həm də ölümcül və dağıdıcı hücum mövqeyini gücləndirməyə diqqət yetirdiyini də təkrar edib. Qeyd edək ki, Şimali Koreyanın son silah sınaqları Pxenyanın Cənubi Koreya və ABŞ prezidentlərinin Fransadakı müzakirələrə cavabı kimi qiymətləndirilir.